Salam dəyərli izləyicilər. Bu gün burada riyaziyyatın ən parlaq zəkaları bir araya toplanıb. Bunun əsas səbəbi isə Bakı Biznes Universitetində International Maths Challenge yarışmasının seçim turunun keçirilməsidir. International Maths Challenge dünyanın dörd bir yanından şagirdlərin biliklərini, düşüncə gücünü və analitik bacarıqlarını göstərdiyi beynəlxalq səviyyəli yarışmadır. Burada hər bir iştirakçı öz biliklərini nümayiş etdirməklə yanaşı, öz potensialını kəşf etmək və beynəlxalq miqyasda öz adını yazmaq şansı qazanır. Yarışma saat 11:00-da start götürəcək. 1-ci 11-ci sinif şagirdləri 75 dəqiqə ərzində sualları həll edərək riyazi bacarıqlarını nümayiş etdirirlər. Bu yarışmada elə suallar var ki, yalnız cavablar deyil, düşünmə tərzini də qiymətləndirir. Salam Kamran bəy. Salam. Necəsiz? Sağ olun, şükür salam. Bugün Gülnazı gətirmisiniz International Maths Challenge-a. Sizin təəssüratlarınızı ala bilərəm. Sizcə bu gün övladınız qızıl medal qazanacaq? Qızıl medal qazanmasa da əsas iştirakdır və dünya görüşünün artmasıdır. Qızınız başqa International Maths Challenge-dan başqa hansı olimpiadalarda iştirak edib? Ümumiyyətlə iştirak edibmi? Hə, çox iştirak eləyib. Amma çoxunda iştirak eləyib. Yayda Dubaya getdi, orada ikinci yeri qazandı. Bununla bu qoçun xətti ilə bu yaxında oktyabr ayında Misirə getdi dünya finalına. Orada birinci yeri qazandı ingilis dilindən. İndi Miamiyə getməlidirlər fevralda inşallah. İndi görək nə olur. Əla, uğurlar diləyirəm. Salam Əli xanım, necəsən? Yaxşıyam. Yaxşı ol. Səncə bugünkü olimpiyada necə keçəcək? Olimpiyada üçün əvvəldən hazırlanmış sınaqlara gedirdim. Aha. Bəs sənə evdə kim motivasiya verirdi? Anam, atam elə. Əla. Kiməsə salam göndərmək istəyirsən? Anama bir də atama. Как у тебя дела? Хорошо. Ты готов к сегодняшней Олимпиаде? Я не знаю, но я к кому готовился. А как ты думаешь, ты выиграешь что-нибудь на Олимпиаде? Расскажи нам подробно о своих впечатлениях. Я думаю, что да, просто прошло. Надеюсь, тут не будет дробных вопросов, потому что я дроби не знаю. Хорошо, спасибо тебе большое. Удачи. Вам тоже. Salam Rəşid, necəsən? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Səncə bugünkü olimpiyada ilə bağlı düşüncələrin nələrdir? Məncə çox asan da olacaq. Aha, əla. Bəs sən necə hazırlaşmısan bu olimpiyadaya? Mən düşünürəm ki, çox yaxşı hazırlaşmışam və yüksək bal toplayacağam inşallah. Əla. Kiməsə salam göndərmək istəyirsən? Anama, atama, bacıma, bir də xalama oğluna buradan salam. Əla, uğurlar sənə. Самая, как дела? Хорошо. Как ты готовилась к Олимпиаде? Расскажи нам. Я с моей бабушкой готовилась практически всю ночь, и мне кажется, что я очень хорошо отвечу на мой тест. А как ты думаешь, ты выиграешь какую-нибудь медаль? Мне кажется, 3-е место или 2-е. А что давало тебе мотивацию участвовать в Олимпиаде? Ну, я в себя верила, и я думала, что если я буду на Олимпиаде участвовать, я буду развиваться, и поэтому я захотела на Олимпиаду пойти. Супер. Кому-нибудь привет хочешь передать? Хочу передать папе и бабушке. Спасибо, удачи тебе. Salam Akif, necəsən? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyada ilə bağlı düşüncələrin nələrdir? İnanıram ki, mənim üçün asan da olacaq. Özümə güvənirəm. Məncə yaxşı yazacağam. Əla. Bəs necə hazırlaşmısan bu olimpiyadaya? Mənim müəlliməm var, onunla bir yerdə hazırlaşmışıq. Aha, gözəl. Sənə evdən kimlər dəstək olurlar? Mən, anam, atam və qardaşlarım. Uğurlar. Kiməsə salam göndərmək istəyirsən? Anama. Sağ ol, uğurlar. Salam Sevinç, necəsən? Salam, yaxşı, sağ olun. Yaxşı ol. Bugünkü olimpiyada ilə bağlı təəssüratlarını ala bilərəm? Biraz heyecanlıyım, amma məncə yaxşı keçər. Aha, bəs sən kimlə hazırlaşmısan bu olimpiyadaya? Müəllimlə hazırlaşmamışam, amma riyazi bacarıqlarım olduğu üçün məncə yaxşı keçəcək. Əla. Kiməsə salam göndərmək istəyirsən? Mama, papa, salam.
Challenge yarışmasının final mərhələsi 2026-cı ilin 27 yanvar 1 fevral tarixlərində Taylandın paytaxtı Bangkokda keçiriləcək. Burada dünyanın ən istedadlı şagirdləri bir araya gələrək öz biliklərini, zəhmətlərini və düşüncə güclərini bir arada nümayiş etdirəcəklər. Azərbaycan artıq ötən il EMC-də öz imzasını atıb. 2024-cü ildə ölkəmiz ən çox iştirak edən ilk 3 ölkə arasında yer alır. Eyni ildə 21 Azərbaycanlı şagird bu yarışma vasitəsilə beynəlxalq təqaüdlərə layiq görülür. Bu təkcə uğurun deyil, Azərbaycanda riyaziyyat təhsilinə verilən önəmin bariz göstəricisidir. Salam Aya, necəsən? Salam, yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyada necə keçdi? Yaxşı keçdi. Çoxlu sualları yaza bildim, ancaq elə suallar var idi, hansıları cavab verə bilmədim. Aha, başa düşdüm. Səncə sən bu gün medal qazana biləcəksən? Bəli, mən çox istəyirəm qızıl medal qazanmaq. Salam Məhəmməd, necəsən? Yaxşıyam, Yaxşı ol. Bugünkü olimpiyada necə keçdi? çox yaxşı. Səncə sən bu gün medal qazana biləcəksən? Bəli, Salam Mehin, necəsən? yaxşı. Yaxşı ol. Bugünkü olimpiyada sənin üçün necə keçdi? Yaxşı keçdi. Suallar rahat idi. Hamısını yaza bildim. Əla. Səncə sən bu gün medal qazana biləcəksən? Bəli, qazana biləcəm. Çox güman ki, 3-cü yer qazanırım. Aha, uğurlar. Bəs kiməsə salam göndərmək istəyirsən burada? Bəli. Salam Uğur, necəsən? Yaxşı. Yaxşı ol. Bugünkü olimpiyada sənin üçün necə keçdi? Yaxşı idi. Yaxşı. Bəs səncə sən bu gün medal qazana biləcəksən? Arzulayıram ki, medal qazanım. Uğurlar. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli. Salam. Salam Mədinə, necəsən? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyada necə keçdi? Yaxşı keçdi. Səncə sən bu gün medal qazana biləcəksən? Əslində çox da qazanmamışam. Hələ ki bir dənəm olub, amma istəyərdim qazanım. Əla, uğurlar. Buradan kiməsə salam göndərmək istəyirsən? Anama. Yarışmanın seçim turu artıq yekunlaşdı. Şagirdlər artıq imtahan məkanını tərk edirlər. Nəticələr yaxın günlərdə Qlobal Olimpiyat Center'ın sosial media səhifələrində və rəsmi veb saytında paylaşılacaq. Sağ olun, növbəti yarışmalarda görüşənədək.